Mən ağdərili bir oğlan kimi bir xristian olaraq bütün Quranı bir oturuşda oxudum və şoka düşdüm. Həm də bunu sübut edə bilərəm ki, hamısını oxumuşam, çünki videonu elə buradaca görə bilərsiniz. Amma şoka düşməyimin səbəbi bu idi ki, elə bilirdim çox pis olacaq. Yəni bilmirəm, terrorizmdən və buna bənzər şeylərdən danışacaq. Amma əslində inanılmaz dərəcədə gözəl idi. Və bitirdikdən sonra hiss etdiyim şey oldu ki, bu indiyə qədər oxuduğum ən dinc şey idi. Bitirəndən sonra sadəcə dedim, vay. Anladım ki, həyatla bağlı bəzi suallarıma cavab tapmışım. Orada sözün əsl mənasında deyilir ki, pisliyi yaxşılıqla dəf et. Bəs bu fikir haradan yaranıb ki, insanlar İslamı çox pis, aqressiv və qəzəbli bir din kimi düşünürlər? Ola bilsin bu kütləvi informasiya vasitələri üzündəndir. Məncə bu xəbərlər üzündəndir. Xəbərlərdən gələn hər şey saxtadır. Biz xəbərlərə baxmağı dayandırmalıyıq.